madem ki tayfanın kiçiği şehir dedi, biz isterdik ki Həmid müəllimi dinləyək, tayfamızın, elimizin, ovamızın ağsaqqalı. Buyurun. Əvvəla Ramazan müəllim, belə gözəl məclisi təşkil etdiyiniz üçün Hüseynovlar ailəsinin adından sizə təşəkkürümü bildirirəm. Həmçinin zəhmət çəkib uzaq yerdən buraya təşrif gətirən yoldaşlara da təşəkkürümü bildirirəm. Ən böyük təşəkkürüm Süleymanadır. Süleyman bizim nəslin ən deyərdim ki, parlaq qulduzu kimi bu günləri bir işıq yandırıb ki, gələcək uşaqlarımız da böyüyüb bu işığın yolunda gedəcəklər. Buna da mən öz təşəkkürümü və məhəbbətimi bildirirəm. Çox sağ olsun. Bayaqla ki, bir neçə epizod danışdı, birinlə məşqləm danışar. 1964-cü ildə Süleyman Respublika Olimpiyadasında o zaman qiyabi tur keçirilirdi. O qəzetdə suallar yazılmışdı və o sualları da əhatə edirdi. Fizikanı, kimyanı, biyologiyanı, bir neçə sahəni əhatə edirdi. Süleyman 7-ci sinifdeydi ondan ya 6-cı sinifdə. 7-ci sinifdeydi. O sualların hamısına cevap yazmıştı. Respublika turuna yakın vuranda Süleyman Hüseynov birinci yere namizet göstermişti ve ona teşekkür, takdir ferman gelmişti. Hala uşaqlıqdan qabağda gedirdi o. İkinci epizod belədir. 6-cı sinifdə oxuyur. Akşam oldu, gördük Süleyman yoktu. Onlar bizdə yaşayırdılar. Bir evdeydi, hala ayrılmamışdılar. Rahmetli anam çok təşviş geçirdi. Biz ne kadar qonşu var, dostlaşına ki onun yoldaşları hamısına axtardık ki Süleyman haradayı taba etmədi. Deməklə Süleyman bizim Çəbərin yanında piyonər otağı var idi. Mirzəbala müəllimin orada başlığını dəstər əlmədi. Demək Süleyman orada piyonər qəzdi yazırmış, gecə saat 10'dur. Biz onu axtarırıq, anam çok böyük təşviş geçirir. Gəlib baxır orada tapdı, gördü orada divar qəzdiyə var, şeir yazır. Divar qəzdinə. O vaxtı. Deməli uşaqlıqdan bu şeir pərisi ürəyində olur. Və o böyüyüb, burada Sumqayıtda qalxıb yuxarı. Sumqayıtda qalxıb yuxarı. Bax Süleyman, elə Süleyman olur. Süleyman haqqında danışanda, biz de o bir şairlər kimi danışanda, məsələn, Zahir Mirzə Fətəliyev falan gəl, o məsələn, filan ailənin təsirindən alır. Və Süleyman təsirdən alır, başqa uşaqlar gəlin məktəbdə 6 saat oxuyublar, Süleyman isə 12 saat. Həm birinci növbə, həm ikinci məktəb biz məktəbindəyik. Bu həmişə məktəbdə. Bu doğrudan da o məktəbin qarşısında diz çökməkdə haqlıdır. Ne kazanımsa burada kazanır. Sumqayıtda da onlar boy atıb, çiçək açıb, öz məhsulunu verir. Bəli, Sumqayıtın da zəhməti böyüdür. Mən bütün bu danışanlar yəqin ki, sonra da danışacaqlar və öz təriflərini o qədər tərifli söz dedilər və bu tərifli sözlərdən üstün mən söz tapa bilmərəm. Öyle deyirəm ki, tərifini hardan tapım söz deyim. Sən elə təriflərdən düzədəsən Süleyman. Bak sizin hamınıza teşekkür ederim. Sağ olun.